Salam dəyərli müəllimlər. Bu gün 14 iyul 2026-cı il MIQ imtahanında keçirilən belə bir riyazi məntiq sualına baxırıq. Bu gün qəbula düşən bir sualdır. Deməli, burada belə bir tənlik verib və bu tənliyin mümkün həllərinin sayını istəyir bizə. İlk olaraq biz burada diqqət etməliyik ki, implikasiya var və implikasiya bilirik ki, yalnız 1 0 halında 0 verir. Amma burada vurmaya nəzər salsaq, yəni burada konjunksiya əməli var. Burada hər hansı bir sıfır olsa sıfır verəcək. Yəni biraz uzayacaq deyə gəlin belə eləyək, sıfırla yox, 1 ilə götürək. Və daha sonra mümkün həllərin sayından tənliyin köklərini çıxsa cavabımızı alırıq. Yəni, kökləri olmayanların sayını çıxsa cavabı alırıq. Deməli, bu ifadə implikasiyaya nə zaman 1 verir? Təkcə 1-0 halından başqa, yəni 1-0 halında 0 verir. Qalan digər hallarda 1 verir. Məsələn, başlayaq 1-1 halında. 1-1 halında bu ifadənin qiyməti 1 verəcək bizə. Belə yazaq, kəsir oxşamasın. Deməli, bu ifadə nə zaman 1 alır? Burada qiymətləri qeyd edilir. A, B, C, D. Bu ifadə o zaman 1 alır ki, bu disjunksiya əməlidir, yəni toplama əməlidir. AB bu 1, bu 0 olduqda və yaxud bu A0, B1 olduqda və yaxud 1, 1 olduqda bu ifadə bizə 1 qiymətini verir. Və gəlirik bura. Bəs bu ifadə nə zaman bizə 1 verir? Burada diqqət eləməliyik ki, A0 ola bilməz artıq. A0 ola bilməz, çünki A0 olsa bu ifadə 1 verməyəcək. Ona görə bu ifadəni buradan silirik. Bu qiymətləri daha doğrusu buradan silirik. A heç vaxt 0 ola bilməz. A həmişə 1 olacaq. ACD həmişə 1 olmalıdır ki, bu hasil, yəni konjunksiya əməli bizə 1 versin. ACD 1, 1, 1. Eyni zamanda burada da ACD 1, 1, 1. İndi hal-hazırda qiymətləri yerine qoyanda ifadəmiz bizə 1-i verir. Bütün qiymətlərdir. Daha sonra bu implikasiya əməli bizə nə zaman 1 verəcək? 0-0 halında. 0-0 halında da bizə 1 verir. A ilə B-nin birləşməsi, toplanması, yəni nə zaman 0 ola bilir? Ya təkcə 0-0 halında, təkcə 0-0 halında 0 olur. Bu ifadə nə zaman 0 olur? A0-dır burada. Bunlardan A0 olduğu üçün bunlar istənilən qiymət alsa hasil 0 verəcək. C də 0 olanda, D də 0 olanda olar. C 0 olanda 1 olanda olar. 1 0 olanda olar. Hətta 1 1 olanda da olar. Ona görə ki, A0-da, yəni vurğulardan biri 0 olarsa, hasil də 0 olur. Bunları hər birinə yazırıq. Artıq bizdə neçə kök oldu? 6 kökümüz var. Hələ ki, 1-ə nəzərən, 0-dan götürmürük. Daha qısa olsun deyə təbii ki, bu cür eləyirik. Yəni, o bir yolunu yazanda daha uzun olacaq. Bir də bu ifadə nə zaman bir qiymətini verir implikasiya? 0-1 halında. 0-1 halına baxanda, deməli, ABC-dir. Bu ifadə A-ya 1, C-yə 1, D-yə 1 qoyduqda nə verir bizə? 1 verir. Düzdür? Amma biz digər tərəfdən baxanda A ilə B-nin disjunksiyası 0 verməlidir. Amma A-ya 1 yazmışıq. Bu ifadə heç vaxt doğru ola bilməz. Ona görə artıq növbəti kökümüz olmur. Deməli, neçə kökümüz oldu? 1, 2, 3, 4, 5, 6. 6 kökümüz oldu 1-ə görə. Biz bilirik ki, neçə dənə burada dəyişən var? 1, 2, 3, 4. 4 dənə varsa 254 bərabərdir 16. Normalda 16 dənə həll var. 16 dənə mümkün hal var daha doğrusu. Bunlardan nə olacaq? 6-sı 1-i ödəyir. Çıxır 6-nı. Deməli, mümkün həllərin sayı 0-a görə nə qədərmiş? 10 əlmiş. Tənliyin 10 kökü varmış. Biz bunu bir yazmadan da eləyə bilərdik təbii ki. Burada elə 0-a görə də eləyə bilərdik. Amma bu zaman burada 10 dənə bu qaydada 0-1, 0-1 bu cür alacaqdıq. Bu da uzun olacaq. Yəni ona görə də bu cür yazmaq da həldə işlidir vaxt cəhətindən. Çünki MIQ imtahanında yəni 1 dəqiqədə qənimətdir.
Növbəti suallar paylaşılacaq. İzləmədə qalın.